إلى Gələk سؤال növbəti suala. الذي Bir nəfər طرحه göndərib. المطروح كما Dediyim قلت kimi إن bəzi طرح sualları بعض təqdim الأسئلة edəcəm bu حول هذا məsələ ilə الموضوع bağlı. ونجيب عن Yavaş-yavaş الأسئلة suallara سؤالا bir-bir سؤالا إن cavab لم verəcəm. تتسع هذه Əgər bu الحلقة veriliş kifayət على eləməsə, بقية digər الأسئلة suallara في növbəti الحلقات verilişdə القادمة cavab verəcəm. Bu وهو من mənə الأسئلة gələn المهمة mühüm التي suallardandır. وردتني İstəyirəm bu verilişdə ona cavab verim. Dediyim kimi, əgər bu verilişdə cavab verməyə imkan olmasa, أسئلة növbəti سأقوم verilişdə بالجواب cavab في verəcəm. الحلقات القادمة Allahın izni ilə. السؤال Üçüncü الثاني sual. ما هي Peyğəmbərin الأساليب التي اتخذت vəfatından sonra hansı لإعادة üslublar أصحاب istifadə edib الاثني عشر insanları 12 imamdan, عشر onların hədislərindən, adlarının zikr olunmasından uzaqlaşdırdılar? Həqiqətdə biz görürük ki, 12 üslub istifadə ediblər. 12 xəlifə hədisi ilə mübarizə aparmaq üçün. Amma dediyim kimi, heç kim Allahın qüdrəti qarşısında dayana bilməz. 12 xəlifə hədisi Allahın qüdrətidir. 12 ad da Allahın qüdrətidir. Nə etsələr də alınmayacaq. İstifadə elədikləri birinci üslub. Adlar zikr olunmuş hədisləri gizlətməyə çalışma cəhdi. Biraz əvvəl izah etdim ki, bu məsələdə bacarmadılar. Hətta Yəhudi də Vəh kitabı ilə sizə oxudum onu. Tövratdadır Vəh kitabı. Diqqət edib araşdıra bilərsən. Görəcəksən ki, müjdələyən Tövratda deyilir ki, 12 nəfərdən sonra çoxlu müjdə gələcək. İslamı qəbul edən Yahudilərin çoxu etiraf edirlər ki, Tövratda və bizdəki kitablarda olan xüsusiyyətlərə əsasən o 12 nəfər Əli, Həsən, Hüseyn və onun 9 övladıdır. Əhməd müjdəsindən sonra Allahın salavatı olsun ona və ailəsinə. Və bununla belə rəvayətlərini gizlətməyə çalışma cəhdləri. Açıq, aşkar olan rəvayətləri gizlətməyə çalışıblar. Görürük ki, bütün yollardan istifadə edib 12 xəlifə rəvayətini gizlətməyə cəhd ediblər. Gözə çarpacaq dərəcədə. Görürük ki, məsələn, Abbasilər və Əməvilər xilafəti zamanı rəvayətlər qondarmağa əmr etdilər ki, o 12 nəfəri uzaqlaşdırsınlar. Düşündülər ki, o 12 nəfəri uzaqlaşdırmaqla hədislərinin də aradan getməsinə səbəb olacaq. Amma kimsə Allahla müharibə edə bilər. Allah riba məsələsində müşriklərə meydan oxumuşdu. Onlar da inatkarlıq edirdilər ki, ticarətlə riba arasında heç bir fərq yoxdur. Allahla rəqabətə girmişdilər. Allah riba ilə alveri fərqləndirmişdi. Alveri halal, ribanı isə haram etmişdi. Onlar isə inatkarlıq edib fərq yoxdur deyirdilər. Allah nə dedi? Allahla müharibədən çəkinin. Allah onlara müharibə elan etdi. Allah onlara müharibə elan etdi. Allahın müharibə elan etdiyi kəslərdən elə bilirsiniz ki, kimsə bacarar, Allahın qarşısında dayansın. Bəli, əziz tamaşaçılar, ustada ünvanlanan suallardan biri də bundan ibarətdir ki, əziz Peyğəmbərimizdən ki, bu qədər hədislər nəql elədiniz, məxsusən də 12 xəlifə hədisi ki, təvatür olaraq nəql olunub. Biz də bir neçəsini keçən verilişlərdə oxuduq. Səhih-i Müslim, Səhih-i Buxari, Sünən-i Nisai və Əhl-i Təsənnünün qədim qaynaqlarından bir çox hədislərə işarə elədik. Peyğəmbərdən hədis nəql olunub. Peyğəmbərdən sonra bu hədisləri gizlətmək üçün nə etdilər və hansı üslublardan istifadə elədilər? Ustad bəzi məsələlərə işarə elədi.
ki, bacarmadılar. Əlbəttə ki, istədilər və bir sıra üslublara da əl atdılar ki, mən də işarə edəcəm. Çalışdılar, səy elədilər Peyğəmbərimizin müxtəlif yerlərdə 12 xəlifə barəsində buyurduğu kəlamlarını aradan aparsınlar, amma bacarmadılar. Niyə bacarmadılar? Burada Allahın iradəsinin, Allahın qüdrətin məgər bir nəfər eləyə bilər Allahın qüdrətinin müqabilində dayansın və Allahla mübarizə eləsin. Əgər bir şeyi Allah Taala iradə edibsə, o həyata keçməlidir. Əlbəttə iradə-i təkvinidən söhbət gedir. Düzdür, bir sıra məsələlər vardır ki, Allah Taala bu məsələlərdə insanları muxtar olaraq yaradıb, insanlara ixtiyar verib. Amma əgər Allah Taala bir şeyi istəyibsə, bu həyata keçməkdir. Baxmayaraq ki, çalışdılar 12 imam hədisini aradan aparsınlar, gizlətsinlər, amma bacarmadılar. Və bunun üçün hansı üslubdan istifadə elədilər? Bir üsluba mən işarə edirəm ki, ustad da işarə elədilər ki, Peyğəmbərdən sonra Qur'anın kənarında əziz Peyğəmbərimizin hədislərini nəql etməyi qadağı elədilər. Və bu proses 100 il davam elədi. Yəni 100 il ərzində heç kimin haqqı yox idi ki, əziz Peyğəmbərimizin dilindən hədis nəql eləsin. Desin ki, Peyğəmbər belə buyurub. İstədilər bunu və elədilər də. Ta Ömər ibn Əbdüləziz ki, Əbbasi xəlifələrdən biridir, onun zamanına qədər əziz Peyğəmbərimizdən hədisi nəql etməyə heç kimin cürəti yox idi və bunun müqabilində əziz Peyğəmbərimizdən o doğru və düzgün hədisləri nəql etməyə qadağa qoyuldu, amma bunun müqabilində Muaviyə kimilər bir sıra saxta hədislər düzəltdilər və Peyğəmbərə nisbət verdilər. Və bütün hədislər ki, o qədim kitablarda nəql olunub, bir çoxu icazə veriləndən sonra yazıldı. O vaxta qədər icazə verilmirdi. Amma buna baxmayaraq 12 xəlifə hədisi gəlib bizə çatdı. Bütün sünni, şiə kitabları bu hədislərlə doludur və müvəffəq olmadı. Bu Allahın iradə və istəyi idi ki, həyata keçdi. Mən keçən verilişlərdə bu barədə çoxlu hədislərə işarə eləmişdim. 12 xəlifə hədisi mütəvatirdir. Sünni və şiə qaynaqlarından nəql olunub. O 12 dənə xəlifə bəzən yalnız o hədislərdə 12 xəlifə keçib, bir sıra hədislərdə o 12 xəlifənin adlarına da, nəsəblərinə də, kimin övladı olmağına da işarə olunmuşdur ki, bəzi hədislərdə əvvəlincisi İmam Əli əleyhissalamdır, sonuncusu İmam Məhdi əleyhissalamdır və digər hədislər. Mən ustadın söhbətindən əlavə istəyirəm Muntəxəbül Əsər Ayətullahul Uzma Safiqul Payqani ki, İmam Zaman barəsində bu kitabı yazıb, başlayır 12 imam hədisindəki müxtəlif kitablardan nəql edir. Mən bu verilişimizdə də 3 dənə hədisi oxumaq istəyirəm ki, həm hədisin məzmununa əlhəmdülillah bizim özümüzün etiqad və inancımız vardır. Həm təbərrük olaraq bu veriliş şəkildə də deyilsin, qorunub, saxlansın təzə nəsillərə, həm də ki bir dəlil olsun ki, həqiqətən əziz Peyğəmbərimiz özündən sonra 12 xəlifəni təyin edib, onların kimin barəsində olmağına da işarə edib. Lakin nəql etmək istədiyim hədis İmam Əli əleyhissalamdandır. Kifayətül Əsər kitabından nəql edirəm. Əlbəttə, ağayı Safiqul Payqani nəql edir. Kifayətül Əsər kitabı, səhifə 223, 30-cu bab, 1-ci hədis. Hədisin sənədini də gətirir. Mən sizi yormamaq üçün hədisin sənədinin üzərindən tez-tez keçirəm ki, həddəsənə Əli ibn Muhammed, qalə həddəsənə Muhammed ibn Ömər, Əl-Qazi Əl-Ciabi, qalə həddəsənə Əhməd ibn Vafid, yetişir Ənil Əsbəği ibn Nubatə ki, İmam Əli əleyhissalamın səhabələrindəndir. Qalə Səmi'tul Həsən ibn Əliyin əleyhissalam. Əsbəği ibn Nubatədir ki, İmam Həsən əleyhissalamdan eşitdim ki, yəqul. İmam Həsən əleyhissalam belə buyurdu ki, Əl-əimmətu bə'də Rasulillah sallallahu aleyhi və aleyhi və səlləm isna əşərə. İmam Həsən əleyhissalam buyurdu ki, Peyğəmbərdən sonra həqiqi imamlar 12 nəfərdir. Tis'ətun min sulbi əxiyyəl Hüseyin əleyhissalam. Onlardan 9-u mənim qardaşım İmam Hüseyin əleyhissalamın nəslindəndir. Və minhum məhdiyyü hazihil ümmə. Həmin o, onlardan da biri bu ümmətin məhdisidir. Ola bilər siz, əziz tamaşaçılar, deyəsiniz ki, bu hədis ki,
peyğəmbərdən nəql olunmayıb. Düzdür, biz keçən verilişdə peyğəmbərdən nəql olunan hədislərə də işarə elədik. Amma İmam Həsən əleyhissalamın kəlamını heç bir imam olaraq da bizim etiqadımız var. İmam kəlamıdır, məsumdur, höccətdir. Hətta o kəslər ki, İmam Həsən əleyhissalamı imam kimi, məsum kimi qəbul etməsə də bir peyğəmbərin bir səhabəsi kimi qəbul edirlər. Peyğəmbərin bir nəvəsi kimi qəbul edirlər ki, peyğəmbərin qucağında böyümüşdü. Bu baxımdan İmam Həsən əleyhissalamın sözü bizim üçün höccət ola bilməz. Digər səhabələrə verdiyimiz etibarı, dəyəri biz İmam Həsən əleyhissalamı heç imam kimi qəbul etməsək də bir səhabə kimi, bir peyğəmbərin nəvəsi kimi, bir pak insan kimi onun sözünü qəbul edə bilmərik. Bu baxımdan bu hədis çox önəmlidir. Başqa bir hədisdə nəql edirik Kitab-ı Süleyb ibn Qeysdən, bu uzun bir hədisdir. Salman-ı Farsidən nəql edir ki, qalə Rasulullah, Salman-ı Farisi bu hədisdə qeyd olunub. Əlbəttə bizim etiqadımıza əsasən əziz peyğəmbərimiz bu ki, Əs-Salmanu minna əhləl-beyt, Salman bizə əhl-i-beytdəndir. Biz Salmana Salman Muhammədi deyək ki, artıq peyğəmbər onu özünə nisbət verib ki, Salman belə dedi. Qalə Rasulullah li Fatimə. Əziz peyğəmbərimiz xanım Fatimə Zəhraya xitab edərək belə buyurdu. İnnəllaha təbarəkə və təala ittələ iləl-ərz ittilaətən fəxtarəni minhum. Əvvəl Allah Taala öz yer üzündə olan bütün məxluqatına nəzər elədi. Fəxtarəni minhum. Fəcəələn rəsulən nəbiyyə. Öz məxluqatı arasında gördü ki, peyğəmbərliyə, risalət məqamına mən layiqəm, məni peyğəmbər olaraq seçdi. Sümmə ittələ iləl-ərz saniyən. Fəxtara bə'ləki və əmərəni ən uzəvvicəki iyyahu. İkinci dəfə yer əhlinə nəzər elədi. Ya Fatimə, sənin həyat yoldaşın olan Əli əleyhissalamı seçdi və mənə əmr elədi ki, səni onunla evləndirəm. Və ən ətəxizəhu əxəm və vəzirən və vəsiyyən. Və Allah mənə əmr elədi ki, Həzrəti Əlini özüm üçün qardaş, vəzir və vəsi seçəm. Allahın əmridir. Və ən əc'ələhu xəlifəti fi ümməti. Allah mənə əmr etdi ki, sənin həyat yoldaşın olan Əlini özümdən sonra öz xəlifəm qərar verəm ümmətim üçün. Fəəbuki xeyru ənbiyaillah və rüsulü. Ya Fatimə, sənin atan bütün peyğəmbər və rəsulların ən xeyirlisidir. Və bə'luki xeyrul əvsiyai vəl-vüzara. Və sənin həyat yoldaşında bütün vəsilərin ən üstünüdür. Fəənti əvvəlü mən yəlhəqunu min əhli. Ki, sən məndən sonra mənim əhlimdən ilk mənə cənnətə daxil olan, məndən sonra dünyanı dəyişən sən olacaqsan. Davamında buyurur ki, bundan sonra üçüncü dəfə Allah Taala yer əhlinə nəzər elədi. Fəxtarəki və əhədə əşərə rəculən min vuldiki. Üçüncü dəfə nəzər elədi Allah Taala məndən, Həzrəti Əlidən sonra ya Fatimə səni və 11 şəxsi sənin övladlarından seçdi. Fəənti seyyidətü nisai əhlil cənnə. Sən cənnət əhlinin ən bütün xanımlarından üstün olanısan və seyyidəsisən. Və ibnaki seyyidə şəbabı əhlil cənnə. Və sənin iki övladın olan Həsən və Hüseyin bütün əhli cənnətin, cənnət əhlinin cavanlarının ağasıdır. Davamına diqqət edin. Ənə və əxi vəl əhədə əşərə imamən və əvsiya ilə yevmil qiyamə kulluhum hadin muhtədin. Mən və mənim qardaşım Əli və 11 imam mənim vəsilərimdir qiyamət gününə qədər. Kulluhum hadin muhtəd. Bunlardan hamısı Allah tərəfindən hidayət olunmuşdur və insanları hidayət edəndir. Sonra buyurur ki, Sümməl Hüseyin, sümmə tis'ətun min vuldul Hüseyin fi mənzilin vahidin fil cənnə. Bunu dedikdən sonra gəlir yetişir İmam Məhdi əleyhissalama. Vəlləzi nəfsi biyədih məhdiyyü hazihil ümmə. Ki biz əhli beytdəndir. And olsun Allaha ki İmam Məhdi ki bu ümmətin Məhdisidir. Bu da bir hədisdir. Başqa hədislər də vardır. Verilişimizin sonuna gəlib çatmışıq ki elə bilirəm artıq bu hədisi oxumağa vaxtımız olmayacaq. Mən bu qədərinə kifayətlənirəm. Bunun kimi yüzlərlə hədis vardır. Hər verilişimizdə inşallah birin, ikisinin bacardığımız qədərində oxuyacaq.